İmam Zaman aleyhissalam o kəsdi ki, onun izni olmadan, onun icazəsi olmadan dünyada heç bir hadisə baş vermir. Onun izni olmadan, onun icazəsi olmadan dünyada heç bir hadisə baş vermir. Allahın sifətləri toplanıb, cəmlənib Əhl-i Beytin vücudunda. Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz. Heç bir dişi hamilə olmaz və bətnindəkini yerə qoymaz. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Allah yaxşıdır, yoxsa ona şərik qoşduqlarınız? Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? O gün Allah onları çağırıb, şəriklərim hardadır deyəcəkdir.